Şirinova Rasilə Şəhbələn qızı. Şirvanşəhər Hacı Zeynalabdin Tağıyev 2A-nın otusunda yaşayıram. Ölkə rəhbərliyindən istədiyim xahişim odur ki, balam, 2013-cü ildə bəlkə də rəhbərimizin bu işlərdən xəbəri yoxdur. 2013-cü ildə icra başçısının göstərişi ilə, yəni bizim məhəllənin qarşısında hərə özü üçün az bağ yeri götürüb yaşıllıq salmışdı. JEK-in müdürü Gülməmmədov Əyyub dəfələrlə gəlib həmin sahələri sökmək üçün qonşulardan, sakinlərdən pul yığıb, sonra sökməyib çıxıb gedib. Sonradan da başladılar yavaş-yavaş həmin o yaşıl ağacları kəsib, həmin sahələri satmağa başladılar. Hansı ki, rəhmətli babamız, Heydər babamız demişdi ki, yaşıllıq gözəl şeydir, hətta özü də həmin yaşıllıqları salıb. Bununla əlaqədar bir gün eşitdim ki, həyətə təzədəndən yığılıblar, qonşular hamımız orada, bəs həmin ağaclıqları yenə kəsirlər, bağları sökürlər, dağıdırlar, bir an qoyulur satmağa. Biz də düşdük, oğlumla oradaydım. Mən sözümü orada deyəndə, JEK-in müdürü Gülməmmədov Əyyub müəllim mənin alayıq söyüşlərlə təhqir etdi, hətta başımı qırtdırıb, tutturmaqla hədələyib, yəni dedi ki, səsim bir də çıxmasın. Buna baxmayaraq, yəni hal-hazırda çəkilişim də var həmin vaxtdan, həyətdə nə oyunlar, əhalinin sakinləri necə təhqir edir, Əyyub müəllim artıq əski hərəkətlərə yol verdilər. Həmin günü oğlum Əyyub müəllim məni təhqir edəndə, oğlum da yanımdaydı, eşitdi. Oğlum o təhqirə dözməyib, Əyyub müəllimlə məsələn biraz sözləri çəp gəldi. Oğlumun qolunu kəsdilər polislər. Sonradan da bu məndə olan çəkiliş ortalığa çıxmasın deyə oğlumu əxlaqsız qadınlarla, qadınların əlləri ilə quruma qurub tutdular. Şirvan şəhərinin polis işçiləri tutdular. Yəni, hal-hazırda da mənim balam haqsızcasına 2 saylı cəza çəkmə evində məhbusdur, iş verildi. Yəni, bu çəkilişi ona görə istədim ki, mən balamı mən balam, xəstə balam haqsız orada yatır. İcra başçısının qərarı ilə mən balamı tutub vardılar. Mən xəstə anayam, balam xəstədir. Bir ümidim o idi. Onu da balamı da əlimdən alıb aparırlar. Hər gecəm, hər gündüzüm göz yaşı ilə geçir. Hökumətimizdən xahiş edirəm. Onu arıqalanmışam. Ümidim o hökumətimizədir. Haqq ədaləti yerdə qoymasınlar, haqsızlığa yol verməsinlər. Mən balamı istəyirəm. Oğlum tutulanda, oğlumun istintəqin, Şirvan şəhərin istintəqi Şirinova anar aparırdı. Mən onun yanına gedəndə, dedim, bala, bəs nə məsələdir? Mənə dedi ki, 13.000 manat pul gətir, oğlu buradan bıraxaq geçsin. Mən də özüm ürəkdən xəstəyəm, əməliyyat olunacaqdım. Əməliyyat pulun bir də düzəlmədi üstü. Yarısında tanışlardan pul götürüb düzəldib, 13.000 manat, 10.000 manat düzəldib, aparıb verdim. Lakin pulu alınandan sonra əksinə uşağımın işini ağırlaşdırdılar, göndərdilər, iş verildi. İndi pulumu istəyirəm, məni təhqir edir. Bir get dərdi, hara deyirsən deyə, erməni, üzr istəyirəm, erməni axmaq qızı deyir mənə, təhqir edir məni. Yəni, mən də başsız qadınam, xəstə qadınam. Kimsə köməyim Allahdan başqa, bir də hökumətimizdən başqa heç kimim yoxdur. Sözüm deyiləsə, bir Allah, bir də hökumətimiz. Sizdən artıq dərəcədə xahiş edirəm. Bu insan haqqında həm pulumu verilməsini istəyirəm, həm də bu insanın haqsızcasına gördüyü işə görə
nə cəzası var, onun çəkilməsini istəyirəm. O məndən 13.000 manatı istəyəndə mən ona, o mənə tapşırmışdı ki, məndən telefonla əlaqə yaratma. Yəni şöbəyə gəlmə, kimsə görməzsən, təklikdə söhbət elə. Mən ona mesaj yazdım ki, ana, yəni mənim 13.000 manat o məbləğdə 10.000 manat, 13.000 manat imkanım yoxdur. Sonradan da ki, məcburiyyət qarşısına qalıb evladıma görə tapdım, verdi. Veriləndən sonra uşağımın işi ağırlaşdırdı. Pulu harda verdiniz? Evimin qarşısında. Evimin qarşısında vermişəm. Yəni danışığımız elə olmuşdu. Bu pulu alanda nə dedi sizə? Dedi narahat olma. Yox. Mən 13.000 manat istəyəndə dedim ki, 13'ə imkanım yoxdur. 10.000 manat aparanda dedim oğlum bu da yəni çoxdur. Dedi bu 3 adam arasında bölünəcək. Rəis, prokuror və məhkəmə arasında bölünməlidir bu 10.000 manat. Mən də verdim, amma məni allatdı. Sonda sizin vasitənizlə ölkə rəhbərindən xahişim odur ki, xəstə bir anam, xahiş edirəm sözünü eşitsin. Yəni, yenə deyirəm, göydə Allah, yerdə rəhbərimizə güvənirəm. Bəlkə də rəhbərimizin belə bir insanların, belə bir işlərlə məşğul olmasından xəbəri yoxdur. Artıq dərəcədə bir ana kimi, Azərbaycan qadını kimi xahiş edirəm. Artıq dərəcədə xahiş edirəm. O adam haqqında bir ölçü götürülsün, mən pulumu alınıb geri verilsin və o insan haqqında qəti bir tədbir görülsün.